Sən məsələn ziyarətə gedirsən. Heç fikirləşmirsən ki, səni gör İmam Hüseyn əleyhissalam nə qədər sevir ki, səni buradan, öz şəhərindən, bütün şəraitini düzəltdi, səni apardı öz hərəminə. Heç bunu fikirləşmirik. Hardan seçdi bu dünyanın içində, bu insanların içində sənə dedi ki, gəl mənim zəvvarım ol, gəl mənim qübbəmin altında dua elə, gəl bir oranın o abu havasını gör, sənə bir onun küləyi dəysin, nəsim dəysin sənə, o rəhmət yeli dəysin sənə. Heç fikirləşmir ki, bu məhəbbətdir. Bu məhəbbətə cavab olaraq neynəmişin görəsən gələndən sonra, gəldin ziyarətdən. Axı gərək o İmam Hüseyn ki, səni sevdi, buradan vətənindən götürdü, apardı səni hərəminə ziyarətinə. Bu sevgiyə cavab olaraq da gərək biz əməl eləyək. Oradan gələndən sonra gərək bütün əməlləri bir səndən hansı niyyət eləyəsən, o niyyətə ki, İmam Hüseyn ki, məni çox istəyib, İmam Hüseyn ki, mənə məhəbbət göstərib, o məhəbbətə cavab vermək istəyirəm, İlahi.